Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Ərəb xilafəti 630-cu ildən 1258-ci ilə qədər mövcud olub. Ərəbistan yarımadasında yaranmışdır. Ərəbistan yarımadasında deməli əhali, xalqlar bədəvi halda yaşayırdılar. Deməli, Məkkə və Mədinə ticarət mərkəzləri idi. Mədinə 622-ci ildən sonra adlanacaq. Əslində 622-ci ildən əvvəl, yəni Peyğəmbərin hicrətindən əvvəl Yəsrib adlanırdı. Bədəvilər, bədəvi ərəblər bütpərəst idilər və eyni zamanda burada Yəhudilik, Xristianlıq və başqa dinlərdən də müəyyən qədər var idi. Deməli, Kəbə bu bütpərəstliyin mərkəzi idi və Məkkədə yerləşirdi. Deməli, 6-cı əsrdə Bizans və Sasani imperiyaları, dövlətləri Yəməni ələ keçirmək istəyirdilər. Çünki orada bir sıra ticarət yollarının kəsişməsində yerləşirdi və çox əlverişli idi ticarət yollarının nəzarəti üçün və bu iki dövlət mübarizə aparırdılar ki, Yəməni ələ keçirsinlər. Məhəmməd Peyğəmbər 570-ci ildə anadan olub, 632-ci ildə vəfat etmişdir. 610-cu ildə Peyğəmbərlik qəbul edib, ondan əvvəlki, yəni İslamın yaranmasından əvvəlki dönəmə cahiliyyə dönəmi deyilir. İslamın gəlişi tarixi isə 610-cu il hesab olunur. Yəni İslamdan əvvəl cahiliyyə dövrüdür. 622-ci ildə bir sıra çətinliklərlə üzləşən Peyğəmbər Məkkədən Mədinəyə hicrət edir. Məkkədən Mədinəyə hicrət 622-ci il İslam təqvimində hicri təqvim adlanır. Yəni tarix 622-ci ildən başlayır. İslamın dini kitabı, əsas kitabı Qurani Kərimdir. 114 surədən ibarətdir. Bunlar da ayələrdən təşkil olunmuşdur. Eyni zamanda Qurandan deməli götürülərək Quran əsasında İslam hüququ və şəriət qanunları hazırlanmışdır. 624-cü il Bədr döyüşündə deməli Məkkəlilər məğlub edilir. 630-cu ilə qədər baş verən bir sıra döyüşlərdə məğlubiyyətə uğrayan Məkkəlilər Mədinəlilərlə, yəni Peyğəmbər və onun ətrafı ilə sülh müqaviləsi imzalamağa məcbur olur. Buna artıq nə deyirik? İslam dövlətinin yaranması dövrü deyirik. 630-cu ildə yaranır İslam dövləti, yəni Ərəb dövləti. Və 632-ci ilə qədər cəmi 2 il Məhəmməd Peyğəmbər bu dövlətə rəhbərlik edir. 632-ci ildən başlayaraq isə xəlifələr dönəmi başlayır. Ümumiyyətlə, Ərəb dövlətini belə ardıcıllıqla deməli bölürük. 630-632-ci illər Peyğəmbərin özünün rəhbərlik elədiyi dövr, 632-ci ildən 661-ci ilə qədər Rəşidi xəlifələr dövrü, yəni doğru yolda olan xəlifələr mənasına gəlir dövrü, 661-ci ildən 750-ci ilə kimi Əməvi sülaləsi dövrü, 750-ci ildən 1258-ci ilə kimi deməli Abbasilər dövrüdür. Deməli, Rəşidi xəlifələr, Əməvilər, Abbasilər. Rəşidi xəlifələr 4 xəlifədir. Bunların adlarını yadda saxlamaq vacibdir. Çünki kitabımızda da ayrıca qeyd olunub. Xəlifə Əbu Bəkir, xəlifə Ömər, xəlifə Osman, xəlifə Əli. Bu, Rəşidi xəlifələrdir. Demək, ilk paytaxt Mədinə idi. Yəni, 630-cu ildə dövlət yarananda ilk paytaxt Mədinə idi. Sonradan Məkkəyə köçürülür. Rəşidi xəlifələr dönəmində bütün Ərəbistan yarımadası fəth olunur. Yəni, Ərəbistan yarımadası tam olaraq İslam dövlətinin tərkibinə qatılır. Eyni zamanda Bizansın hökmranlıq etdiyi Fələstin, Suriya və Misir də
Bizansdan alınır, yəni fəth olunur. Şimali Afrikada xeyli ərazilər ələ keçirilir Rəşidi xəlifələr dövründə və Cənubi Qafqaza hücum edilir. Cənubi Qafqaza hücum edilir. Dəyərli yoldaşlar, Rəşidi xəlifələr dönəmində 1-ci və 2-ci Bələncər döyüşləri baş verir. 643-cü ildə 1-ci Bələncər döyüşü, 653-cü ildə 2-ci Bələncər döyüşü. Kimlərlə? Xəzərlərlə. Xəzərlərə məğlub olur ərəblər 1 və 2-ci Bələncər döyüşündə. Sonra keçəcəyik 3-cü Bələncər döyüşü. Onda artıq Xəzərləri məğlub edirlər. 651-ci ildə Sasanilər dövləti, Sasanilər imperiyası süquta uğradılır. 644-cü ildə Tiflis ələ keçirilir. Gəlirik Əməvilər dövrünə. Əməvilər dövrü nə demişdik? 661-750-ci illəri əhatə edir. Paytaxt Məkkədən Dəməşqə, Şam şəhərinə köçürülür. Şam şəhərinə, indiki Suriya ərazisi. 705-ci ildə Azərbaycanın şimalında o mövcud olmuş Albaniya dövləti, yəni Mehranilər sülaləsinin idarə etdiyi Albaniya dövlətinə son qoyulur. Sonuncu Mehrani hökmdarı Varastridat öldürülür, sülalə üzvləri öldürülür və Albaniya dövlətinə son qoyulur. Şimali Afrika tam fəth olunur. Şimali Afrika bütünlüklə Aralıq dənizinin sahilləri boyu fəth olunur. 711-ci ildə Sərkərdə Tariq İspaniya torpaqlarına daxil olur. İspaniyaya gedərkən Tariq keçdiyi boğaz ki var, ona indi biz Cəbəllü Tariq boğazı deyirik. İspaniya ərazisində Veskotları məğlub edən ərəblər İspaniyanı fəth edirlər. Artıq İspaniyada möhkəmlənirlər. Yəni, bu Əməvilər dövründə baş verən hadisələrdir. 732-ci ildə Əməvi qoşunu Frank krallığına hücum edir. Platiya döyüşü baş verir 732-ci ildə. Bu dəfə Əməvilər məğlub olurlar. Deməli, Frank qoşununa məğlub olurlar. Eyni zamanda Ərəbistan yarımadasından şərqdə yerləşən Mərkəzi Asiya, Qafqaz işğal olunur Əməvilər dövründə. 722-ci ildə 3-cü Bələncər döyüşü baş verir. Kimlərlə? Xəzərlərlə. Bu dəfə Xəzərləri məğlub edilir və Bələncər tutulur. Ümumiyyətlə 7-8-ci əsrlərdə, 7-ci əsr və 8-ci əsrin əvvəlində, birinci yarısında xilafət yaranır. Xilafətin ərazisi Atlantik okeanından, yəni İspaniyadan Çinə kimi gedir çıxır. Atlantik okeanından deməli Çinə kimi əraziləri əhatə edən nəhəng, böyük ərəb xilafəti formalaşır. 750-ci ildə Mərkəzi Asiyada Əbu Müslimin başçılığı ilə Əməvilərə qarşı üsyan olur. Əbu Müslimin başçılığı ilə Əməvilərə qarşı üsyan olur və nəticədə Abbasi sülaləsi hakimiyyətə gəlir. Deməli, Abbasilərin hakimiyyətə gəlməsini qəbul etməyən Əməvilər Abbasilərə biət etmir, onlara tabi olmur və İspaniyadakı ərəblər möhkəmlənmişdi, Əməvilər orada Kordova xilafətini yaradırlar. Deməli, Kordova xilafəti yaranır bundan sonra, yəni Abbasilərin hakimiyyətə gəlməsindən sonra. Amma İspaniya fəth olunmuşdu 711-ci ildə. Əməvilərin Rəşidilərdən fərqi var. Yəni, doğru yolda olan xəlifələrdən fərqi var Əməvilərin. Bu nə idi? Əməvilər ərəb olmayan müsəlmanlara qarşı ayrı-seçkiliklə davranırdılar. Amma Rəşidi xəlifələr belə davranmırdı. Əməvilərin Rəşidilərdən fərqi ərəb olmayan müsəlmanlara qarşı ayrı-seçkiliklə davranmasıdır. Dəyərli yoldaşlar, xilafət mövzusu davam edir, izləmədə qalın.